Onlara, gəlin Allahın elçisi sizin üçün bağışlanma diləsin deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən. Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasik adamları doğru yola yönəltməz. Məhz onlar Allahın elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır. Lakin münafiqlər anlamırlar. Onlar, əgər biz Mədiniyə qayıtsaq, ən qüdrətlilər, ən alçaqları mütləq oradan çıxardacaqlar deyirlər. Halbuki qüdrət yalnız Allaha, onun elçisinə və möminlərə məxsusdur.